Davam edək Ləman xanımla. Axşamınız xeyir müəllimə. Xoş gördük. Kurikulumun prinsiplərini sadalayaq. Kurikulumun prinsipləri hansılardır? Neçə prinsipi var? 6 prinsipi var. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, tələb yönümlülük, nəticə yönümlülük, inteqrativlik, qiymətləndirmə standartı. Şəxsiyyət yönümlülük dedikdə nə nəzərdə tutulur? Burada da ki, təhsil alanların idrak, ünsiyyət, psixomotor fəaliyyəti əsasında onlarda milli bəşəri dəyərləri formalaşdırmaq, inkişaf etdirmək. Həm də həyatı bacarıqları inkişaf etdirmək. Tamamilə doğrudur. Şagird yönümlülük dedikdə nə nəzərdə tutulur? Orada da şagirdlərin, təhsil alanların mənafeyinə, onların təhsil tələbatlarına, maraqlarına, istedadlarını reallaşdırmaq, potensial imkanları reallaşdırmağa xidmət edir. Şagirdin bir sözlə desək, şagirdin təhsil tələbatının ödənilməsinə xidmət etməlidir. Qiymətləndirmə standartı prinsipi nədir? Orada nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Neçə səviyyə üzrə aparmalıyıq? 4 səviyyədir, asan, 2 ortadır, bir də çətin. Çətindir. Yəni burada da biz qiymətləndirmə standartına, yəni bərabər imkanlara əməl edərək şagirdlərə suallar hazırlayanda, qiymətləndirmə aparanda şagird müxtəlifliyini, bərabər imkanları nəzərə almalıyıq. Doğrudur. Nəticə yönümlülük prinsipi nədir? Orada ki, bu təlim nailiyyətləri nəticələr əsasında, əvvəlcədən nəzərdə tutulmuş nəticələr əsasında. Yəni biz əvvəlcədən şagirdlərin nəzərinə çatdırmalıyıq ki, bugünkü təlimimizdə hansı nəticəni, əvvəlcədən nəzərdə tutulmuş təlim nailiyyətləri, nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. Və şagirdlərə də yazılı və şifahi şəkildə şagirdlərin nəzərinə çatdırırıq. Bildiririk ki, bugünkü təlimin sonunda hansı nəticələr əldə etməlisiniz, hansı nəticələr qazanacağıq. Yəni əvvəlcədən mütləq deməliyik. İnteqrativlik nədir? İnteqrasiyadır bu da elə, inteqrasiyadır. Yəni məzmun komponentlərini bir-biri və həyatla sistemli şəkildə əlaqəsi. Yəni inteqrasiyanın keçdiyimiz xüsusiyyətlərinin, növlərinin tətbiqi burada nəzərdə tutulur. Tələb yönümlülük prinsipi nədir? Bu tələb yönümlülükdə ki, yəni cəmiyyətin, dövlətin ehtiyaclarının və tələblərinin nəzərə alınması, yəni dəyişən tələblərinin nəzərə alınmasıdır. Məsəl üçün, müasir dövrdə hansısa bir yeni tələblər yarana bilərsə, o tələb yönümlülük nəzərə alınmalıdır. Həm fərdin ola bilər, həm cəmiyyətin, həm də dövlətin. Doğrudur. Bax, deyir ki, müəllim dərsi keçir, lakin şagird maraqlarını nəzərə almır. Şagird maraqlarını nəzərə almırıqsa, hansı prinsip pozulur? Şagird yönümlülüyü pozulacaq. Müəllim dərsi ənənəvi formada keçir, müasir belə deyək, metodikadan istifadə etmir. Tələb yönümlülüyü pozulmuş olacaq. Müəllim şagird nailiyyətini qiymətləndirən zaman, test hazırlayan zaman çətinlik səviyyəsi eyni salır. Suallar. Qiymətləndirmə standartı. Bəs ümumi pedaqoji tələblərdən hansı pozulur Ləman xanım? Bax, eyni səviyyədə salsaq sualları. Onda da ki, bərabər imkanlar. Bəli, bayaq nə dedik? Dedik ki, biz qiymətləndirmə standartlarını 4 səviyyədə aparırıq ki, hər bir şagirdə fərdi yanaşa, bərabər imkanları nəzərə alaq. Elə deyilmi? Daha sonra, misal üçün, bax, deyir ki, müəllim mövzunu keçir, lakin mövzular arasında heç bir əlaqə yaratmır. Təlimi asanlaşdırmaq üçün əlaqə yaratmır. İnteqrativliyi pozulmuş olacaq. Şagird tapşırıqları yerinə yetirir, lakin fikrini izah etməkdə çətinlik çəkir, fikrini şərh edə bilmir. Şəxsiyyət yönümlülüyü. Əla. Müəllim münasibətlərindən müəllimlə rəhbər arasında olan münasibətə nümunə çəkək. Rəhbərlə münasibətlərimizdə yenə də qarşılıqlı hörmətdir. Bir də qanun çərçivəsində rəhbər hansısa bizə tapşırıqlar verirsə, biz bunu yerinə yetirmək vəzifə borcumuzdur. Sonra qaydaları pozmamalıyıq. Hansısa bizim qarşımıza qaydalar qoyulursa, onu pozmamalıyıq. Sonra müəllimlər haqqında, həmkarlarımız haqqında səhv məlumatlar rəhbərə verməməliyik. Yəni, bu ziddiyyətlər yaratmamalıyıq da. Sonra, yəni, əgər rəhbər arası qanun çərçivəsində bizdə nəsə tələb edirsə və bu tələbdən biz yerinə yetirməliyik.
Aha, tamamilə doğrudur. Yəni rəhbərə yanlış məlumat vermək olmaz. Qanun çərçivəsində verilən, məsələn, desək ki, gedin valideynlərdən pul yığın, şagirdlərdən pul yığın, qanuna zidd hərəkətlər olarsa, təbii ki, biz bunu icra etməməliyik. Amma rəhbərin verdiyi şifahi və yazılı tapşırıqları yerinə yetirmək hər bir müəllimin vəzifəsidir. Biz bunu hüquq vəzifələrdə də keçmişdik. Müəllimin valideynlərlə olan münasibətinə hansı nümunə çəkə bilərik? Onların da biz hər bir müəllim olaraq biz valideynlərin hüquqlarını bilməliyik. Onlara tövsiyələr verə bilərik. Uşaqlara arasında hər hansı bir münasibətlər pozularsa, məsələn üçün bu haqda da onlara məlumat verməliyik, münaqişələri həll etməliyik. Valideynlərin öz arasında nəsə münaqişə olanda biz bunları həll etməliyik. Sonra onlar hər hansı bizə bir məlumat verə bilərsə, konfidensiallığı qorumalıyıq. Bəli, bəli. Məxfiliyi qorumalıyıq. Nəzakətlə davranmalıyıq onlara. Hüquqlarını müdafiə etməliyik, hüquqlarını qorumalıyıq. Hüquqlarını pozmaq olmaz valideyn. Ta ki, valideyn gəlir deyir ki, tamam müəllim, mən evladım haqqında maraqlanmaq istəyirəm, necədir dərsə davamiyyəti, dərslər necə oxuyur. Siz bu haqda məlumat verməlisiniz, hər bir müəllimin vəzifəsidir, elə deyilmi? Onları hər hansı bir qanuna zidd hərəkətlərdə sövq etməməliyik. Etməməliyik. Eyni zamanda valideynin bir hüququ da var, müəssisə ilə əməkdaşlıq, hər hansı bir yardım edərsə də ondan sui-istifadə etmək olmaz. Yəni ki, müəllim valideynin etdiyi köməklikdən sui-istifadə etməməlidir. Bəli, köməklikdən heç bir sui-istifadə etməməli. Yəni uşağın qiymətləndirmə nailiyyətlərində fərqli Bəli. Ayrı seçkiliyə yol vermək olmaz. Tamamilə doğrudur. Şagirdlərlə olan münasibətinə hansı nümunəni çəkə bilərik? Təhsil alanlarla olan münasibətlərində də ki, burada da hamısında qarşılıqlı hörmət var. Onların maraq və tələblərini nəzərə almalıyıq. Onlara qarşı tələbkar olmalıyıq. Həm özümüzə qarşı, həm də onlara qarşı. Amma tələbkarlıq da bizdə müsbət xarakterli olmalıdır da. Yəni belə əsaslı və müsbət xarakterli olmalıdır. Onlara qarşı səbirli olmalı, təmkinli olmalıyıq. Onlara qarşı kobudluq, təhqiramiz sözlər olmaz. Bunlar yol verilməzdir. Nitqimizə fikir verməliyik. Şərəf əlaqətlərinə alçatmamalıyıq. Bunlar yol verilməzdir. Tamamilə doğrudur. Yaxşı məlumatları olankində biz... Bəli, burada da məxfiliyə, konfidensiallığa mütləq şəkildə əməl etmək lazımdır. Əla. Əvvəlki mövzulardan da gəlin sual cavab edək. Deməli, nizamnamənin tələblərinə riayət etmək nə hesab olunurdu? Hər kəsin vəzifəsidir. Hər üçündə də vəzifədir. Sertifikasiyadan, attestasiyadan keçmək bizim müəllim olaraq borcumuzdur. Vəzifəmizdir. Bilik bacarığa yiyələnmək o da vəzifədir. Kimin? Bilik və bacarıqlara yiyələnmək şagirdin vəzifəsidir. Şagirdin və distant nə idi? Təhsil forması. Distant. Təhsil alma forması. İnformal. Təhsil forması. Təhsilin formasıdır. Doğrudur. Deməli, təlim nəticələrini reallaşdıran nə idi? Məzmun xətti. Fənnin məzmununa istiqamət verən nə idi? Əsas standart. Fənnin məzmununa istiqamət verən. Keçən dəfə də bunu çatdım mən. Bəli. İndi çatdım. Fənnin məzmununa istiqamət verən məzmun xətti. Bəli. Məzmun xəttindəki istiqamətləri müəyyənləşdirən nədir? O əsas standartdır. Bəli, əsas standartdır. Daha sonra ildə ilə daim dəyişir. Alt standart. Siniflər arası standartların əlaqəsi hansı inteqrasiyadır? Siniflər arası inteqrasiya şaqulidir. Şaqulidir, tamamilə doğru. Müəllim mövzunu keçir, şagird mahiyyəti, əhəmiyyəti dərk etmirsə, hansı tələb pozulur? Burada tamlıq pozulur. Müəllim sinifdə ayrı seçkiliyə yol verirsə, hansı tələb pozulur? Dəstəkləyici mühit. Müəllim ayrı seçkilik. Ayrı seçkiliyə orada bərabər imkanlar. Bərabər imkanlardır da. Müəllim şagirdin bütün tələbatını ödəyirsə, hansı tələb əməl edir? Bütün tələbat yoxdur da, təhsil tələbatı. Bəli, hansı tələbdir bu? Təhsil tələbatı şagird yönümlüdür. Şagird yönümlüdür. Əla, tamamilə doğru. Müəllim fənn üstü inteqrasiyanı həyata keçirmirsə, hansı pedaqoji tələb pozulur?